siyasi sferada bu cür olunur, olmasın yani. Ama digər bir sahədə isə yəni şəxsən mən imançı olduğum üçün, yəni bizim o beynəlxalq arenadakı təcrübələrə söykənmək, tarix müəlliminin həm iqtisad fənni üzrə 1997-ci ildə ali təhsil alan tələbələr sırasında birinci yer paylaşıyor. Digər bir tərəfdən də riyaziyyat riski və inkişaflıdır. Məhz riyaziyyat ali təhsil tələbələrindən təşkil olunan bir iman komandanın üzvü kimi də olimpiadalarda daimə uğurla ölkəmizi təmsil edilmişdir. Yəni, məhz idmançılara yaxın olan bu xüsusiyyət, yəni bizdə idman sahəsində, tarix müəllimlikdə isə əsasən elm və təhsil sahəsində ölkəmizin adını yüksəlmişdir. Sonda isə mən qeyd etmək istəyirəm ki, artıq bizim bəzi düşmən növbəli tutan ölkələrimiz var, istər Azərbaycan, digər Avropa üçün. 2022-ci ildə ayrı məsələ idi ki, Yerevanda məhz bizim məsələ torpağımız olan İrananda tarih müəlliminin məhz erməni diplomata söz verilmək, oradan qovması bu azmış kimi 2024-cü ildə yenə də Simonin adlı bir siyasətinin hansı ki, hal-hazırda yenə də hakimiyyət İrananda, yəni Ermənistan hakimiyyətində təmsil olunur. Simonin adlı bir diplomatı da yenə də öz yerini göstərmişdir. Hansı ki, o tarih müəllimlərimizə çıxış edərək yenə də bizim düşmən, məhdud düşmənlərimizin öz silahını göstərmək istədi. Orada da yenə də tarih müəllim həm Simonyanı tuturaraq bizim dövlətimizə qarşı yaptığı ehtiramını bir daha ifşa edilmişdir ki, yəni həqiqətən də belə bir şey olmamışdır. Buna görə də mən sözünlə darlıq edən müalicələr, həm burada yerləşən gənclər arasında necə ki, bu